Belə deyim ki, ölümlə təhdid olundum. Hətta mənim evimdən gəlib şəkillərimi çəkdirib ailəmə göstərmişdi. 15 nəfərə 107 il zindan verilibdir. Bu zindanlar 3 ildən 14 ilə qədərdir. Ana dilində uşağına ad verə bilmir. Bu nədir şimdi? Tariximizi, gerçək keçdiyimiz yolları bilən mütəxəssislərimizin sayını artırmalıyıq. Bu görüntülər Təbrizdə ana dili günündəndir. Şagirdlər ticarət mərkəzlərinin birində Azərbaycan xalq mahnılarını ifa etdikləri üçün məktəbin rəhbərliyi təhlükəsizlik orqanları tərəfindən dindirilib. Məktəbin lisenziyasının ləğvi ilə hədələnib. Bu barədə Amerikanın Səsinin Azərbaycan xidməti xəbər verir. O da bildirilir ki, ardınca Azərbaycanlı fəal Məhəmməd Əsədi məktəblərdə Azərbaycan dilində hekayə kitabları payladığına görə həbs olunub. Kanadada mənzillənən İran-Azərbaycanlı siyasi məhbuslarının Müdafiə Assosiasiyasının rəhbəri Yaşar Haqaqpur deyir ki, İranda illərdir ki, etnik Azərbaycanlılara qarşı təzyiq davam edir. Əvvəllər fəallara daha çox 1-2 il həbs cəzası verilirsə, indi bu 5-10 ilə qaldırılıb. 15 nəfərə 107 il zindan verilibdir. Bu zindanlar 3 ildən 14 ilə qədərdir aralığında. Ölkə əleyhinə başqaları ilə işbirliyi eləmək və collusion deyirlər, yəni ictimailiklər ki, bir-biri ilə yığışıblar bir yerə ki, ölkənin əleyhinə işlər aparsınlar və habelə nizamın əleyhinə təbliğat aparmaq və casusluq hətta məsələn bu cür ittihamlar vurublar ki, halbuki bu insanların bir çoxu heç bir-birinin tutulmamışdan öncə tanımırdı. Bu yaxınlarda Beynəlxalq İnsan Haqları Təşkilatı olan Human Rights Watch İranda azərbaycanlılara qarşı repressiyaların artması barədə yazıb. Məlumatda deyilir ki, İran hakimiyyəti ötən ilin oktyabrından etibarən azı 24 azərbaycanlı fəala heç bir real sübut olmadan ağır həbs cəzaları verib. Təşkilatın nümayəndəsi Nahid Naqşbəndi bildirib ki, bu repressiyalar vətəndaş cəmiyyətini əzmək və etnik azlıqların fundamental hüquqlarını tələb etməsinin qarşısını almaq məqsədi daşıyır. Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlanan təşkilatın fəalı Arash Mukaridus dəfələrlə İran rejimi tərəfindən həbs olunub. İşgəncələrə məruz qaldıqdan sonra ölkəni tərk etməyə məcbur olub. Belə deyim ki, ölümlə təhdid olundum. Hətta ən son mənim daha ailə üyələrimlə hər hansı birim burada Türkiyədə bizim evimizə gəlməmiş adresimi bilmirdilər. Belə mənim evimdən gəlib şəkillərimi çəkdirib ailəmə göstərmişdilər ki, siz daha oğlunuzun yaşadığı yerin adresini bilmirsiniz. Bu oğlunuz balkonda oturubdur, evinin balkonunda oturubdur. Bu evinin önündəki ayaqqabılarıdır, başmaqlarıdır. Belə təhdidlər oğlunuza deyim bizimlə işbirliyi etsin, yoxsa onu biz hər türlü İrana geri gətirə bilirik. Hətta yaşadığı şəhərdən çuvala soxub, oradan Türkiyədən ta İrana qədər sürüşləyə İrana gətirib, ondan sonra biz onunla danışıb istədiklərimizi əldə edə bilərik. Belə təhdidlərlə qarşı-qarşıyayıq. Azərbaycan dilində kitab paylayaraq, məqalə yazaraq təməl insan haqları uğrunda mübarizə apardığını bildirən Arash Mukaridus bildirir ki, istəkləri ana dilində təhsil ala bilmələri İrandakı etnik Azərbaycanlılara qarşı ayrı seçkilə son qoyulmasıdır. Güney Azərbaycan millətini qorxu rejimində yaşatmaya çalışır. İnsanları təhdidlə, təqiblə qorxutmaya çalışır və təməl istəklərindən uzaqlaşdırmaya çalışır. Urmigölün ətrafında hal-hazırda milyonlarca insan yaşayır və bu göldən hər yel əsdikcə göldən havaya qalxan duzlu tozlar son zamanlarda bölgədə misli görülməmiş xərçəng xəstəlikləri və ya daha ölümcül xəstəliklərin sayısının artdığını göstərir və insanlar orada artıq gün keçdikcə yaşamaya yer tapmırlar və işləməyə iş tapmırlar. Bununla da məcburi göçə məruz qalırlar və bu açıq və aşkarca orada İran rejiminin Azərbaycan bölgəsində etnik təmizliyinə çalışdığını gözlər önünə sərir.
İranın hazırki prezidenti özü də milliyyətcə Azərbaycan türkü olan Məsud Pezeşkiyan seçkidən öncə İran konstitusiyasının 15-ci maddəsinə uyğun olaraq məktəblərdə yerli dillərin tədris ediləcəyinə dair vədlər versə də, fevralın 26-sında İran İslami Şura Məclisində yerli və etnik dillərin ədəbiyyatının tədrisi layihəsi rədd edilib. Heydər baba, yiğit əmək yetirməz. Ömür keçər, əfsus bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Biz də vallah unutmarıq sizləri. Ruhların qattası. خب اشکال نداره. دو تا شعر ترکی خوندن که مشکل ایجاد نمیکنه. Prezidentin Təbrizdə keçirilən mədəniyyət tədbirində Azərbaycan dilində Heydər Babaya salam şeirini səsləndirməsi də hakimiyyət təmsilçiləri tərəfindən xoş qarşılanmayıb. Dünya Azərbaycanlılar Konqresinin həmsədri, keçmiş deputat Sabir Rüstəmxanlı deyir, İran hökumətində son sözü ali dini lider deyir. Bir daha layihəyə gedir məclisə, bir oyunbazlıqdır əslində. Güya ki, rəhbərlik istəyir, prezident istəyir, amma məclis istəmir. Məclis kimdir? O məclisin yarısı müxtəlif xalqlardan olan insanlardır. Onlara təzyiq göstərilməsə, onlar səs verərlər ki, qoy bunların dilində də məktəb olsun. Bir sözlə İran öz köhnə, yəni Molla rejimi qurulandan bəri apardığı siyasəti davam elədir. Amma məncə bu yol İranın gələcəyinə, İranı normal bir yerə aparmır. Sabir Rüstəmxanlı düşünür ki, Azərbaycan hökuməti İranla qonşuluq siyasəti çərçivəsindəki görüşlərdə oradakı Azərbaycanlıların hüquqlarını dilə gətirməlidir. Mən yazmışam, bu barədə yazmışdım İranın dini rəhbəri Ağay Seyyid Əli Xameyniyə açıq məktubumda bir vaxt yazmışdım ki, Quranda, İslamda belə bir şey yoxdur. Bir millətin ana dilində uşağına ad vermək hüququ olmasın, ana dilində danışmaq. Allah deyir ki, mən bütün xalqları yaratdım və onlara ayrı-ayrı dil verdim. Dil veribsə o dildə danışılmalıdır. Əgər bu hüquq Allah tərəfindən verilirsə, hansı molla rejimi və yaxud hansı dövlət rejimi onun qarşısını ala bilər? Prezident İlham Əliyev 2 il öncə Ada Universitetində beynəlxalq konfransın açılışında İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik deyə çıxış eləmişdi. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır. Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc Azadlıq Radiosunun açıqlamasında deyib ki, dünya azərbaycanlıları ilə bağlı məsələdə dövlətin prinsipal bir xətti var. Yəni yalnız məmurlar, parlamentarlar deyil də, bunu ictimai təşkilatlar həyata keçirirlər. Bunu bir hallarda ədəbiyyatımız eləyir. Bunu informasiya vasitələri həyata keçirir. Bütün bunların öz-özlüyündə bir təsir yükü var. O yüzden burada bizim İranşünas alimləri və tariximizi, gerçək keçdiyimiz yolları bilən mütəxəssislərimizin sayını artırmalıyıq. İranda olan azərbaycanlı fəallar üzləşdikləri baskıları dünya mətbuatına, beynəlxalq təşkilatlara çatdırmaq üçün Azərbaycan hakimiyyətindən gözləntilərini gizlətmirlər. Onlar sözə deyil, əmələ çevrilmiş dəstək görmək arzusundadılar.